Herkese salam. Kanalıma hoş gelmişsiniz. Uğur yatır. Ne kadar ki Uğur yatır biraz sakit oturmağı seçmiştim. Bu kitabı elə hey əlimdə gəzdirirəm. Hələ 30 səhifə oxuya bilmişəm. Burada qalmışam. Deyirəm ki, Uğura kitab oxumağı aşılamaq üçün. Çünki balaca vaxtı oxurduq, qulaq asırdı. Yəni ona maraqlıydı. Amma indi kitab görəndə çevrilib o tərəfə gedir, bu tərəfə gedir. Kitabı əlimdən götürür, digər səhifəyə çevirir. Yəni dinləmək istəmir. Ona görə adətən indi Uğur yanımda oturanda, oynayanda falan belə əlimə götürüb kitab oxumağa çalışıram ki, görsün. Tamam kitablarını gətirir, açır ortaya qoyur, mənimkini əlimdən qoyur kənara, öz kitablarını verir əlimə. Ki güya oxu, amma oxuyanda da qulaq asmır. Nəysə, dedim hazır Uğur yatmışkən biraz oxuyum. Bugün əslində Uğurla biz çölə çıxmışdıq. Uğurun Pampers tərk etmə dönəminə girəcəyik inşallah, Allah izin verirsə. Ona Pampers əvəz edici tuman axtarırdım. Amma tuman tapmadım. Əvəzinə başqa şeylər almışam. Bunu qoyacağım qırağa. Sənə göstərəcəm. Elmlərdə Saxa Kids adlı mağaza var. Oradan Uğura 2 dənə body almışam. Artıq bodylər balacalaşıb. Onlar dəyişmək lazımdır. İkisi də ağ oldu, amma olsun da, niyə eybi yoxdur. Çox xoşum gəldi. O qədər yumuşaq materialları var bunların. Yəni 2 manat 80 qəpiyə birini. Yəni ala biləcəyim məncə ən gözəl bodyləri almışam. 2 manat 80 qəpiyə indi heç nə tapmaq mümkün deyil. Bir də Forte'yə getmişdim. İmənə həmin tumanları axtarmaq üçün. Orada da yox idi. Oradan da bir dənə belə futbolka almışam. Ağ deyil, nəsə kremə çalan bir rəngdir, amma bunda materialı çox yumuşaqdır. Tox belə materialı var. Belə bunları aldıq. Biraz da gəzdik, parkda oturduq, gəldik, amma Uğurla heç nə çəkə bilmədim, çünki yerimə istəmir. Ancaq qucaqda gəzmək istəyir və o qucağımda olanda da heç nə çəkə bilmirəm çöldə. Güya mağazada çəkəcəkdim falan, alınmadı. Nəysə ki, axır gəldik, evə çatdıq, güc bəla ilə Uğuru yatsıdırdım. İndi biraz dincələcəm, Uğur dursun. Sonra sizə dünənki makyaj stolumu yığışdırdığım anları qoyacağım və sonrasında yeni düzənlənmiş halını göstərəcəm. Görüşərik. Sonunda bu siyirtməni təmizləmək üçün mən cəsarət tapa bildim. Bütün siyirtmələri bir-bir boşaltdım. Hamısını bir-bir sildim, yığdım, təmizlədim. Görürsünüz ki, oğlum məndən öncə başlayıb təmizliyə. Sildim, tərtəmiz elədim. Yaxşı ki, bu salfetkalar var. O qədər can qurtarandılar ki, bütün qabları boşaltdım ilk öncə. Yanıma bir dənə stul qoydum, qabları boşaltdım. Qabların içini sildim, təmizlədim. Formasını dəyişdim, siyirtmələrin içinin. Bütün atılmalı olanları atdım, saxlanmalı olanları saxladım. Yəni bu dəfə biraz fərqli formada yerləşdirdim. Belə daha rahat oldu məncə. Bu siyirtmələr mənim evdə ən çox tozlanan siyirtmələrimdən biridir. Niyəsə qapağı tam olaraq bağlanmır. Yəni siyirtmə yavaş-yavaş öz-özünə biraz açılır. Ona görə də daha çox tozlanır və hər dəfədə onu təmizləmək mənim üçün bir işgəncə halına gəlir. Çünki bütöv şəkildə töküb təmizləmək lazımdır. Uzun bir vaxt tələb eləyir. Ona görə də biraz çətin oldu, nə yalan deyim. Hər dəfə də belə olur onsuz da, amma təmizləyəndən sonra deyirəm ki, nə yaxşı təmizlədim, necə gözəl görsənir. Də ki, hər gün bu qədər təmiz qala bilsə də, yəni. Nəysə ki, axır təmizlədim. İkinci siyirtmədəki fenləri falan indi açanda görəcəksiniz. Onları falan qoydum kənara. Orada bizim saxlanmalı, yəni istifadə eləmədiyimiz ehtiyat kimi məhsullar da var. Onları, fenləri, bir də daraqları ayrıca yığmaq üçün belə plastikdən orqanayzer qutu kimi əşyalar, qutular almalıyam, əşyalar yox. Çünki belə səliqəlidir, amma bir müddətlikdə yenə. Amma həmin qutular olsa düşünürəm ki, daha səliqəli qalacaq. Burada da siyirtməmin içinə nə qoymuşamsa o həmin o
şey oraya yapışıb deyəsən o nəm salfetin ağzında olur belə yapışqanlı qapaq, o yapışıb ora. Onu nə qədər sürtdüm. Birinci düşündüm ki, ləkə düşüb, amma sonra gördüm ki, yox. Amma əsas odur, hamısı təmizləndi, hamısı ürəyimcə oldu. İndi sizə həmin o dediyim, dünən düzəltdiyim makyaj masasını göstərəcəm. Əvvəlki halını yəqin ki, videolardan görmüsünüz. Burada dırnaq üçün lazım olanlar, üzüklərim, yenə dırnaq manikür dəsti, üzük qabım. Burada Uğur'un özəl ilk saçı falan var, onu onun anı qutusuna qoyacağım. Heç istifadə eləmədiyim laklarım, aloe serumlarım, maskalarım, saç aksesuarlarım, pomadalarım, günəş kremlərim. Belə. Bunlar mənim əlimin üstü yara olmuşdu. Onda mənə çox kömək elədi. Bunlar oradan qalıb. Üzüklərim, sırğalarım, qolbaqlarım, seplərim. Bunlar da seplərim. Ayrı-ayrı yığmışam. Əslində bunlar burada olmalı deyil. Sadəcə olaraq aksesuar qabı almalıyım, amma hələ ki almamışam. Yəni yetərincə makyaj malzemələrim. Yəni bunlar mənə kifayət edir. Bu highlighter'dır. Bircə dənə highlighter'ım var. Olanım budur. Bir dənə rumyanam, yox, 2 dənə rumyanam. Bir dənə tempaletim, bir dənə tonalim, bir dənə qapatıcım, bir dənə makyaj altı baza, bir dənə tujum, bir dənə sabitləyicim. Bir dənə linerim, bir dənə qaş arağı. Evet. Pomadalarım bunlar da. Bunlar dodaq nəmləndiriciləridir. İşte bu qədər fırçalarım yuyulmalıdır. Arkada istifadə olunmuş, içində az qalan salfetkalar var, eynəklərimiz var. Yoldaşımın saatı var, qulaq çöpümüz. Bunun içində atsan atılmaz, atsan satılmaz aksesuarlarımız var yenə. Bu da mənim qaş lokum. Evdən çıxanda götürürəm. Oğluşum, gəl bağlayaq. Bağlayaq. Ay can ürəyim. Bunlar yenə oğlumun doğumundan qalıb. Onlar da onun anı qutusuna gedəcək, itməsin deyə buralara qoymuşam. Burada artıq əşyalarımız var, makyaj çantam var. Rarını gedəndə falan bunun içinə yığıram. Daraqlar üçün bir dənə qutu almalıyam. Organizer. Üz qırxan aparatın qutusu var. Bunlar da fenlərimiz. Yəni, domino oyunu, arxada da telefonumuzun qutusu. Oğluşum, gəl yenə bağlayaq ürəyim. Bir də burada fişim. Kitablarım universitetdən qalan, atsa bilmirəm, sata bilmirəm. Qalıb əlimdə, burada da biri var. Ekspertiza. Bu da mənim mühasibatlıqdan qalan əşyalarımdır. Bunlar bilirsinizmi nədir? Bunlar Uğur'un müşahidə dəftəridir. Hər dəfə xəstəxanaya gedəndə bunu aparım. Tamam, bunu başa düşdüm. Bunun altındakılar bütün hamiləlik boyunca yazılan reseptlər, o üzə kağızları, hər şey buradadır. Niyə atmıram, mən də bilmirəm. Amma yəni buradadır. Bəlkə lazım olar, ümid deyil. Aha, bu nədir? Nədir bu? Bu nədir? Apar at kirli paltar səbətinə ürəyim, apar. Uş. Şo, bizdə bu qədər. Aferin balama. Gəl getdik.
bəyənirsən? Dadlıdır mı? Yam 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 yam. Bu sıralar Uğur'a biz heç nə yedizdirə bilmirik. Bu gün yeyir, sabah yemir. Məsələn, səhər yeyir, günorta yemir, günorta yemir, axşam yeyir falan. Yəni bir saatımıza uyumur. Ona görə də ət də yedizdirə bilmirəm deyə belə bir şey hazırlamışım. Əslində kartofdur. Suda bişirmişik. Amma üzərinə bir balaca ət qovurması əlavə eləmişəm ki, bəlkə yeyər. İndi görək. Oğluşum, əlimizi kəsilə, koftamız batmasın, tüzücüyümüzün ürəyi. Gəl. Yəni, bizdə vəziyyət budur. Sizdə vəziyyət necədir? 1 yaş yarım olacaq. Amma hələ yeməklərlə yola getmirik. Bilmirəm, haçan yiyəcəyik. Haçan yiyəcəyik, Uğur? Haçan yiyəcəyik? Bu kimdir? Kimdir? Sənsən? Bəs nə vaxt yemək yiyəcəksən, nə vaxt böyüyəcəksən həyatım? Bax gör nə var içində. Ət var, kartof var. Bir dənə dadına bax. Yaxşı, səhər yediyimiz yeməyin üstündəyik. Bugün də belə keçirdik. Sağ ol elə, bay bay elə. Bay bay. Elə. Sağ ol elə, sağ ollaşaq. Ay yağlı yiyərəm səni. Sən yeməyi yemə, amma mən səni yiyeyim, olar? Olar? Olar mı? Yox, şirin. Nə istəyirsən? Tamam. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Onları ver mənə. Ay, sağ ol. Gələn videolarda görüşərik. Kanalıma abunə olmağı, videonu bəyənməyi, yaxınlarınızla bölüşməyi unutmayın. Əgər videonu izləyirsinizsə, kanala mütləq şəkildə abunə olun. Biz gedək təmizlənək. Sağ olun.